Çempionatın özü biraz şeydir, qəribədir. Yəni Kəpəzin stadionu yoxdur. Gözləyirik Kəpəzin stadionu düzəlsin. Yevlağın stadionu indi düzəlib. İmişli stadionsuzdur. Öz stadionunda oynamır. Bir də bəlkə mübarizə var, amma maraq yoxdur. Mən məsəl üçün marketoloqam. Mən bu çempionatı necə satım? Bu çempionatın yayım hüquqlarını tutaq ki, bax İrana necə satım? İran televizorlarının birinə, TV kanallarının birinə necə satım? 40 milyon Azərbaycanlı var. Düzdür? Sipsi Sport yayımlanmır bildiyim qədərilə. Ya YouTube kanalında bilmirəm, dəqiqliklə bilmirəm. Bunu İran televizorlarının birinə satmaq istəyirəm ki, 40 milyon Azərbaycanlı var. Gəlin Azərbaycan Premyer Liqasını sizin kanalda şeyləsin. Baxacaq ki, ala bunu heç Ərgünəş kanalının rəhbəriyəm. Baxacam ki, bu çempionatın heç özünə stadionda Kəpəz Qəbələ oyununda 700 azarkeş var. Mən bunu nə bilim Cənubluya necə satım, necə baxdırım, ona nə reklam verim, nə hansı reklamı qoyacaq bu oyuna, yuxu dərmanı. Yatmaq istəmirsiniz, yuxunuz gəlmir, Azərbaycan Premyer Liqasının oyununu izləyin ki, yuxunuz gəlsin. Probleminiz var, yata bilmirsiniz, Premyer Liqanın oyununu izləyin.